Deməli, birinci sualda deyir ki, ata və ananın yaşları cəmi 52-dir. 2 il əvvəl onların əkiz uşaqları dünyaya gəlib. 6 ildən sonra ailədəki adamların ümumilikdə yaşları cəmi neçə olacaq? 6 il sonraya getmək istəyirəm. Ata və ananın yaşlarının 52 olduğunu onsuz bilirəm. 6 il sonra ata da deyək ki 6 yaş artacaq, ana da 6 yaş artacaq. Deməli, ikisi bir yerdə 12 yaş artacaq. Ata da, ana da. 52 üstə gəl 12 eləyəcək 64. Burada söhbət ailədən gedir. Onda 64-də dayanmırıq. Ailəni də işləyək. Yəni qaldı orada uşaqlar da, yəni ata, ana, 2 dənə də əkiz uşaq. 2 il əvvəl əkiz uşaqlar dünyaya gəlibsə, əkiz yəni 2 dənə deməkdir. Hal-hazırda onda onların hərəsinin 2 yaşı var. 2 il əvvəl əkiz uşaqlar dünyaya gəlib, onda hal-hazırki ildə onların hərəsinin 2 yaşı var. 6 il sonra necə olacaq? O da 6 yaş böyüyəcək, o biri də 6 yaş böyüyəcək. 8, 8. 64 üstə gəl 16. Eləyir 80. Töv ailənin yaşı 6 il sonra olacaq 80. Baxırıq 5-ə. Burada ən rahatı ədəd qoymaqdır. X-lə də yaza bilərəm, ədəd qoymaq. 50 Turaldan 6 yaş böyükdür. 50-nin 10 yaşı olsun. Turaldan 6 yaş böyükdür. Turalın 4 yaşı olsun. 50 Kənandan 2 yaş kiçikdir. Onda Kənanın da 12 yaşı olsun. İndi deyir ki, Tural Kənandan neçə yaş kiçikdir? 12 çıxılsın 4, 8. Burada bizdən müqayisə eləməyimizi istəyirdi. Onsuz onların əsl yaşlarını soruşmur. Ona görə mən belə götürürəm, sadəcə müqayisə eləmək üçün. Oradan 12 çıxılsın 4, 8 C variantı. Sonra 7 dediniz. Atanın yaşı 2 oğlun yaşları fərqindən 9 dəfə böyükdür. Əvvəlcə bunu bilməliyik ki, yaş fərqi deyiləndə, yaş fərqi dəyişən bir şey deyil. Yaşların cəmi dəyişir. Çünki ildən ilə hamı böyüyür. Amma tutaq ki, biri məndən 5 yaş böyükdürsə, elə 10 il sonra da 5 yaş böyükdür. Yəni, yaşların fərqi dəyişmir. Bunu nə üçün yarayır bu məlumat? Yaşların fərqini bir dəfə x götürəcəm. Bir daha dəyişməyəcəm. Elə x olaraq qalacaq yəni. 2 oğlun yaşların fərqini x götürürəm. Bir atanın yaşı 2 oğlun yaşları fərqindən 9 dəfə böyükdür. Yaşları fərqi x-dir. Ata onlardan 9 dəfə böyükdür. Ata olur 9x. Sonra davam eləsək, bir 5 ildən sonra atanın yaşı, 5 il sonra ata artır da olur 9x üstə gəl 5. Oğulların yaşları fərqindən 10 dəfə böyük olacaq. Oğulların yaşları fərqinin üstünə 5 gəlməyəcəm. Çünki dediyim kimi yaşların fərqi dəyişmir. Yəni x isə x olaraq qalır. Sadəcə deyir ki 10 dəfə böyük olacaq. Onda bu balacanı 10-a vururduq da həmişə. Bu x-i vururam 10 olur 10x. 9x üstə gəl 5 bərabərdir 10x. 12-dən 9 çıxıram. 9x çıxıram. X bərabərdir 5-ə. Mən 5 nə idi? 5 yaşların fərqi idi. 2 oğlun yaşları fərqi. Mənə nəyi soruşur? Atanın yaşını. Hal-hazırda atanın neçə yaşı var? 9x. 9 vurulsun 5, 45. Bəhruzun yaşı Elvinin yaşının 3 mislidir. Onda Bəhruz olsun. Balaca olan hansıdır? Elvin. Elvin olsun x, Bəhruz olsun 3x. Onların birlikdə yaşları cəmi 32-dir. 3x üstə gəl x bərabərdir 32. Deməli, mən onların yaşlarını tapa bilirəm. 4x bərabərdir 32, x bərabərdir 8. 3x nə oldu? 24. İndi söhbət kimdən gedir? Bəhruzdan. Bəhruz 3x idi də. Deməli, Bəhruzun 24 yaşı var. Bizə deyir ki, Bəhruzun 3 il əvvəlki yaşı. İndi sualı biraz çətinləşdirmək istəyibdi. Onsuz 24-ü tapmışıq. Varianta 24-ü qoyubdur. 3 il əvvəlki yaşı 21. 9. Neçə nəvə oldu? 1, 2, 3, 5 dənə nəvə var. Babanın 70 yaşı var. Gəl nəvələrin yaşını toplayaq. 3, 6, 11, 18. Amma bir dənə yadda saxlayaq ki, 5 dənə nəvədir. Nəvənin sayını nəyə görə bilməliyəm? Baba 1 yaş artanda nəvələr 5 yaş artır. Çünki hərəsinin 1 yaş artır. 1 yaş, 1 yaş olur 5. Deyir, neçə ildən sonra, yəni x ildən sonra, onda babanın yaşını artıraq. Amma nəvələri yenə dediyim kimi 5 dəfə artıraq. Yəni 5 qat çox artıraq. Çünki 5 dənə nəvədir. Neçə ildən sonra babanın yaşı nəvələrin yaşları cəmindən 20 vahid çox olar. Onda nəvələrin üstünə 20 gəlsəm, babanın yaşına bərabərləşir. 70 üstə gəl x bərabərdir. 38 üstə gəl 5x. 5x-dən x çıxanda 4x qalır. 70-dən də 38 çıxanda 32. Onda x oldu 8. X nə idi? Bu elə onların soruşduğu neçə ildən sonra x ildən sonra. 8 tapdımsa A variantı.
Həqiqətən də baxın 8 ildən sonra babanın olur 78 yaşı. Nəvələrin də hal-hazırda yaşları cəmi 18-dir. 8 ildən sonra 5 nəfərdir. Hərəsi 8 yaş artsa 40 yaş. Edir 58. Həqiqətən də görürəm ki, 8 ildən sonra aralarında 20 yaş fərq olacaq. 10. Ana, qız. Qızın yaşı olsun x, ananın yaşı olsun 7x. Qız 4 il əvvəl anadan olubsa, qız 4 il əvvəl anadan olubsa neçə yaş var qızın? 4 yaş. Deyir, ananın neçə yaşı var? 7x. 4 olsun 7, 28. B variantı.